21-ci suala baxaq. Çünki correct variant, doğru variantları axtaracaq. Menecerin ofisi doğru variantdır. Bir dənə menecerin bir ofisi ola bilər. Tamamilə doğrudur. Bir doğrudur. Policeman apostrof polis işçisinin uniforması doğrudur. 5 sözündən sonra cəm gəlir. Cəm isim isə apostrof s yox, s apostrof qəbul eləyərdir. Bu səhvdir. The White, yəni ailə adı bildirəndə s apostrof qoymaq lazımdır. Məsələn, beləntinə bir şey deyək. The White. Belə olmalıdır. White'lar ailəsinin belə olsaydı doğru olardı. Bir ki, White'lar ailə adını bildirəndə familiyaya bir dənə s qoyuruq, o olur ailə adı. O zaman ailə adını da cəm olduğuna görə onun yiyəli halı s apostrofla, yəni sadəcə apostrofla düzəlir. Waitress service, qarsonun xidməti, bu da doğrudur, qaldı. 1, 2, 5 variantımız doğru oldu. 1, 2, 5 variantı doğrudur. Choose the nouns, ship sözü ilə düzəlilə biləcək sözləri. Choose the words with which suffix ship forms a noun. Demək, ship sözü ilə isim düzəldə bilən sözləri tapacaq burada. Leadership olar, childhood olardı, championship olar, çempionat, king dam olardı, neighborhood olardı, bir də friendship. Demək, doğru cavabımız olacaq burada. 1, 3, 6. 27-ci suala baxıraq. Choose the nouns. İsimləri seçəcəyik. Never, heç bir zaman. Easier, daha asan. Neither, heç biri. Lower, daha aşağı. Bu sözlər səhvdir. Number, rəqəm. Gardener, bağban. Peer sözü isə doğrudular. Bu peer səhvən qırmızı elədim. Onu doğru götürəcəkdik. Peer sözü isimdir. O zaman qalacaq 1, 6, 7 doğru cavabımızdır. 1, 6, 7 E variantı doğru cavabımızdır. 23'də E variantı. 24-cü suala baxaq. Teacher's room doğrudur. Sportsman success, bu da doğrudur. Demək, müəllimlərin bir neçə müəllimin bir otağı ola bilər, doğrudur. İdmançıların başarısı ola bilər, bu da doğrudur. Z Brown, bayaq dediyimiz kimi bu olmaz. Çünki Z ailə adında olardı, belə olardı. Yəni, burada yazaq. D Brown S apostrof olardı. Belə olsaydı daha doğru olur. 2 mile'dan sonra da 2 mile, 2 sözü cəm oldu. Cəm tələb etdiyindən mile apostrofesi yox, S apostrof lazım olacaqdı. Bu da oldu. D variantımız doğru oldu. Choose the nouns. Burada isimləri seçəcəyik. Oyun və food ismi sözləri isimdir. D variantı. Yəni friendly dostcasına important, əhəmiyyətli isim deyirlər. İsimləri tapacaq. Speak, danışmaqdır. 20, number, rəqəmdir. Bunlar getdi. 2, advice, məsləhət. Knowledge, bilik sözləri isimdir. 2 və 3 oldu. D variantında qaldı. 27-yə baxaq. Choose the line of plural nouns. Cəm isimləri tapacaq. Furniture təkdir. Baggage təkdir. Gimnastika təkdir. Tools dişdə təkdir. News təkdir. Təkləri çıxsaq qalır C variantı. Getdik. 28-ci suala cəm isimləri tapacaq. Face təkdədir. Chess təkdədir. Sand təkdədir. Athletics təkdədir. Cheese təkdədir. Economics, news, physics təkdədir. Qaldı nə variantı? A variantı qaldı. Stairs, pilləkənlər. Lice, bitlər. Teeth, dişlər. Cəmlərdir hamısı. Choose a countable, sayıla bilən isimlər tapacaq. Juice sayılmır. Meyvə şirəsidir. Pul sayılmır. Mürəbbə sayılmır. Bunlar çıxsaq qalacaq. 2. Şəkil, diş və divar sayılar.
Onlar da neçədədir? 2, 3, 5, 2, 3, 5 haradadır? 2, 3, 5 C variantımız. Sayıla bilən isimlər tapacaq. Təbaşir sayılmır, xəbər sayılmır, su da sayılmır. Bunun qaldı nə? Qaz, food, ayaq və how ya da olacaq 2, 3, 5 A variantı.